Sual verən soruşur ki, pirlərə inanmaq olarmı? Allaha inan. Allaha və onun Rəsuluna. Pirlər İslamda yoxdur. O bütpərəstlikdədir. Bütpərəstlərdə. Pirlər diyarı. Və çox pirlər də düzü özünüz görürsünüz də, gəlir mənbəyi, biznes xarakterlidir. Və bəzi pirləri də qəsdən deyiblər pirdir. Məsələn, elə yerlər var ki, tutaq ki, meşəli cəmaat qırırdı. Dedilər ki, pirdir. Heç kəs toxunmadı ora. O cür meşəni saxladılar. Pir də bir siyasət idi. Amma İslamda yoxdur pir zat. Əgər neysə istəyirsən, Allahı istə. Allah subhanətə buyur ki, mənə dua edin, mən sizdən qəbul edeyim. Yoxsa gedmək harasa və s. O yoxdur İslamda. Yoxdur. Bir dənə icazə verilir Məkkəyə gedmək, savab qazanmaq üçün bir Peyğəmbərin məscidi, bir də Qüdsə imkan var, oraya ged. Yəni o 3 dənə yerə ziyarət məqsədilə çıxmaq. Ziyarət məqsədilə çıxmaq olar. Başqa yerə yox. Başqa yerə pir yoxdur İslamda pir. Ümumiyyətlə pir yoxdur İslamda. Bəli.